Yaşasın. Mən tərkəşinizə təşəkkür edirəm, amma ustad sözünü eşitməsək, mənim qusurumu görsələr, odur ki, iki cümlədə olmuş olsa, bir böyük kimi, bir ağsaqqal kimi, Ustad Əzizi, ay Döktür Əzizinin də sözü. Mən təşəkkür edirəm dostlarda ki, zəhmət çəkiblər, vaxtən bir dəyərli bir iş yaradıblar. Çox, nə qədər adam təşəkkür edəsək, yedir. Beş olsun. Əlləriniz ağrım olsun, sağ olasınız və bundan daha yaxşı işlər. Fəqət mən bütün dostların təşkilləri, saatlı təşkilləri, bir dənə bir fəslə etibarım var, mən üzüm tarixçiyəm. Deyərəm ki, Təbriz məktəblər şəhəri. Bu şəhərdə müxtəlif məktəblər hünər zəminəsində, elə imtihanı bölümünə, qaz səfərliyəcə gəlib olan. Bəs bu şəhər kiçik bir yer deyil. Təbriz bir dənə məmuli şəhər hesablama olmaz. Təbriz fərhəngi tarixi şəhər. Və bunun dolandıranları və bu əslə etiqadları elə bizim Qalatər məqam izləyədən ta şəhərlərdə olan və şəhərlərdə işləyənlər və ayrı bir sazmanlarda nəmətlər olanlar. Bu əsasda, bu etiqad olaraq mən də ərz edirəm ki, Təbrizin şəhəri, Təbrizin ləyaqəti daha bundan artıq. Himayətdə bundan görə yuxarı olar. Niyə ki, İran deyəndə, İran bütünlükdə və vaqiyyətdə gözəl. Bu da gözəlliyin bir hissədir və böyük hissədir. Bu cür taraflar, faxir əsərlər, faxir musiqi, faxir üçün hünər dili vaqən bir dənə bildirdi ki, bu mərzi saymaz. Bundan eləmək olar, təamülə geçsin insanlar. İnsanlar eləyə bilər, danışsın. Ona görə xahişimdir, dostlar için vardılar və vaqən də ürəkləri yanır fərhəngə, ürəkləri yanır Təbrizə, ürəkləri yanır Azərbaycana və geniş miqyasda ürəkləri yanır İrana. Bu cür işlərdən, himayətlərin heç vəxt kəsməsin. Bizim dərimizdən hər nə mənə hükümət gəlsə, dostların hükümətində inşallah ki, bu cür işlərdə şəhərimizdə biz çox Təbriz məktəblər şəhəri. Çox sağ olun. Çox sağ olun. Biz Təbrizlilər çox məsələn məsailimizi, güləşlərimizi ağabeyimiz və uşaqlarımız, xanımlarımız. Nə yaxşıdır ki, bu nümayişlər ayrı üsullarımızdır. Fərhəng, yəni Təbrizi orada biz mərdir. Hər gündə